Mən Elçin Hacıyev 1970-ci ildə Zərdab rayonunun Gəndəbil kəndində anadan olmuşam. Kənd orta məktəbində və Zərdab Texniki Peşə məktəbində təhsil aldım. Təhsilimi bitirdikdən sonra 2 il Sovet ordusunda hərbi xidmət keçdim. Hərbi xidmətdən qayıtdıqdan sonra ailə qurdum, bir qızım var. 93-cü ildə Qarabağ müharibəsinə yollandım, Ağdam və Füzuli rayonlarında döyüşdüm. 93-cü ilin yanvar-fevral aylarında ermənilər Füzuli istiqamətində ağır texnikalar ilə hücum edirdilər. Hər birimizdə döyüşkənlik əzmi var idi, ermənilərə qarşı qəhrəmanlıqla döyüşürdük. Nə qədər çətin olsa da 2 düşmən tankını əl qumbarası ilə sıradan çıxarmağı bacardım, düşmənin xeyli canlı qüvvəsini məhv etdim. Ermənilər cəbhənin bu hissəsinə əlavə qüvvə cəlb etdilər. Ağır döyüşlərin birində yaralandım və 93-cü ilin fevral ayında vətən uğrunda şəhidlik zirvəsinə ucaldım. Şəhadətimdən 14 gün sonra doğma kəndimdə Gəndəbil qəbristanlığında dəfn olundum.